Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Bu günlərim aprel ayının 24-ü axşam saat 9:00-da bir məsləhətə gəldik ki, dəyərli qardaşım, öz sürdüyüm X5-i satışa qoyaq. Dedim da bəsdir. Əgər yeni modeli kimdə varsa da əlaqə saxlasın qardaş. Üstündə pul verin, barter edin. Yalnız 3 motor benzin 2015-2016-ya kimi. Başqa heç bir maşın istəmirəm. Yəni X5-dən sonra başqa maşın sürmək belə istəmirəm. Demirəm, pisdirəm. Amma ki, istəyərəm ki, yenisini sürəm. Bu da qəşəkdir. Yenisi daha qəşəkdir. Bu maşın haqqında çox məlumat demək istəmirəm, nə də sizləri çox yormaq istəmirəm. İndiyənə qədər hər çəkdiyim maşınların dərdini də, problemini də demişəm. Əgər salamat X5 sürmək istəyən, sırf X5-in özü, o deyilər, 4-4 köynə motor, qoşa vanus yox. Yaxınlaş zəhmət olmasa, motoru göstərdim, dar ki maşında heç bir problem soruşma. Kuza, udar, vuruq söhbəti ümumiyyətcə soruşmayın. Bax, motoru göstərdim ki, hansı modeldir. Bunu X5 azərkeşləri, BMW azərkeşləri bilir ki, bu motor nədir. Maşında udar, vuruq söhbəti axtarmayın. İşləməyən nə isə də, onu da axtarmayın. Təkərlərinin qabaq təkərlər təzədir, arxa təkərlər yarım işli olur. Bir dənə zəhmət olmasa, ətrafı yaxınlaşaq. Maşınımız tam ideal vəziyyətdədir. Yəni, peradokunda səs, küy, nə bilim, nəsə. Yəni, heç bir şey axtarma. Özün üçün sırf X5 sürmək istəyirsənsə də, X5 deyirəm. 2005-ci il gəlişdi, 2004 peçatdır. 4.8-ə tam yığılıbdır. Sadəcə 2 dənə kuruşların başlıqları qalıbdır. Maşınımız tam ideal vəziyyətdə. Şəxsən, mən indi çəkdikcə yəqin bunu aldığım adam izləyir. Allah sənin də canına sağlıq versin ki, mən narazı qalmadım, qardaş. İnşallah alan adam da narazı qalmaz. Aprel ayının 30-una qədər vaxtı var. Qiymət isə 18.000 manat. Bu maşın bura gələndə 21.000-lə gəlmişdi. Alış qiymətimizdən və müəyyən işləri oldu. Gəldi, çıxdı da indi, mayasını demirəm. Deməli, alan kimi bəş sürdüm, biraz 4-4 motordur. Biraz bəş sürdüm, yəni çox danışayım, qısa konkret dedim. Bəş sürdüm, mostu dağıtdım, qabaq mostu. Dedilər ki, qardaş, most bahadır. Allah var eləsin, BMW servisimiz Gəncədə, Orxan qardaşımız başda ormaqla. 300 manada Niva'dan da ucuz. Hardan istəsəz maraqlana bilərsiniz. 300 manada qabaq mostunu aldım, pakovka qoydum, oldu çeyr. Bu dəqiqədə sürürəm. Maşından narazı deyirəm. Sadəcə olaraq istəyirəm ki, yeni modelini alın. Ona görə də öz üçün X5 sürmək istəyən 17.000 manat sondur. 17.000 manatdan yəni desən ki 16.900 qardaş satmıram. Yəni yormayaq bir-birimizi, hörmətlə yanaşaq. 17.000 manat birbaşa son qiymətdir. Qiymətlər də yəqin ki bu qiymətə belə bir maşın yoxdur. Təzə modeldə özümüz bilirsiniz də, yəni 4.8-ə tam yığılma, ətrafı çək qadan alın. Bir yerdə dayanma, mən deyilsən, sən çəkin, bizim dəyərli dostlarımız görsünlər və bilsinlər. X5 azərkeşləri bilsin ki, hansı X5-dən söhbət gedir. 17.000 son qiymətdir. Yeni modellərdə barter edirəm. Öpürəm sizləri. Aprel ayının 30-a qədər vaxtı var. 30-dan sonra çox xahiş edirəm. Yığmayaq, incitməyək birbirimizi. Fiyaleti patresi axşam olduğuna görə görsənmir. Lükmə kimi var. Maşınımızın salonu, peridoku idealdır. Ünvan Gəncə şəhəri yarmarkanın yanı. Əlaqə nömrə 077 735 28 88. Profildə varımızdır. Şəxsi maşınımdır. Özü üçün sürmək istəyən gəlsin. Yalnız X5 3 motor benzin 2015, 2016, 2017 ilə barter edirəm. Öpürəm, bağla gəlsin.